Salam, gününüz xeyir olsun. Sual 1. Azorji birləşmələrdən biri mənaca bel bağlamaq birləşməsinin sinonimidir. Göz dikmək, sahib çıxmaq, etibar etmək, kürəyini söykəmək, çiyin-çiyinə vermək. Bel bağlamaq deməli burada olacaq göz dikmək. Alayat. Tərkibində amonim söz işləmiş nümunələri müəyyən edin. Ağıllı öyrənməyi, axmaq öyrətməyi xoşlayır. Aşığın göz yaşı könül sirrinin sıza-sıza axmasıdır. Deməli, alçaq insanlara yaxşılıq etmək dənizə su daşımağa bənzəyir. Burada heç ümumiyyətlə yoxdur. Üçləri çıxaq. Üçləri variantlarımızdan çıxaq. Elə üçləri çıxsaq, cavabımız qalır orada. A variant. Y variant. Üzr istəyirəm. Növbəti sual. Antonimlərdən istifadə edilməyən cümləni müəyyən edin. Yaxşı ilə pis arasında incə bir xətt mövcuddur. Burada yaxşı pis var. Şair yazmaqla pozmağı bir-birindən ayırmırdı. Yazmaq, pozmaq var. Zərif insan əşyalara kobud insanlar da istifadə edir. Burada da var. Qarı nənə gənclərə məsləhət verirdi. Yəni, burada qarı və gənci götürsək, səhv olacaq. Çünki qarı isimdir, gənc sifətdir. Ona görə də burada antonimlik yoxdur. Cavab D variantı. Hansı amonimlər müxtəlif nitq hissəsinə aiddir? Şan, inci, yağ. Burada inci, yağ müxtəlif nitq hissəsidir, amma şan yox. Kürü, qoyun, bağır. Kürmək də müxtəlif nitq hissəsidir. Qoyun isimdir heyvan olaraq. Bir də qucaq mənasına qoyun, ona görə müxtəlif olmadı. B-də getdi. Qağ, inci, böyür. Bəli, hər üçü ehtiyaçlı başına qalxmaq, qağ qurusu isim, incimək feil və inci daşqaş, böyürmək, bir də böyür sağ tərəf və yaxud da isim, bir də feil. Ona görə cavab C variantıdır. Amonim kimi işlənə bilir. Deməli, burada amonim kimi işlənə bilən sözlər. Alın ismi, bəli, biri var, alınmaq, feil kimi, bir də insan alın. Amma nəyisə alın olmaz, çünki orada qrammatik şəkilçi qəbul edib. Deməli, biri götürürük. Biri götürürüksə iki variant getdi artıq. Əkin feili, feil kimi yeri əkin, o qrammatik şəkilçi gələcək, ona görə də götürə bilmərik. Gəlin ədatı, içəri gəlin feildir, bir də gəlin oturaq, qrammatik olacaq feillərdə, ona görə götürə bilmirik. Deməli, 2-ni 3-ü də çıxırıq, cavabımız alındı, amma baxaq, yəni belə əvəzlik, ədat və əvəzlik ola bilir. Bəli, qat feili feil ola bilir, bir də isim ola bilir. Deməli, cavab Y variantımızdır. Növbəti sual. 6-cı sual. Aşağıdakılardan birində götürmək mənasında işlənən ifadə yoxdur. Əbil uşağı evinə qəbul etdilər. Əbili uşaq evinə qəbul etdilər, yəni götürdülər. Biz bu il bol məhsul əldə etdik, yəni götürdük. Qəflətən bir qoxu səs meşəni bürüdü, götürdü olur. Məsələn, misal çəkək, bizim cavan tacirlərimiz əskəri götürdü. Oğlan şləpanı yaxşı qiymətə aldı, götürdü, olmur. Deməli, 6-cı sualda Y variantı. Nümunə ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Sonsuz gürültular arasında bir göylərə baş çəkən buruq titrəyir. Baxaq. Fərqli nitq hissəsinə aid amonimlər işlənib. Fərqli nitq hissəsinə aid. Bəli. Sonsuz adama da deyirlər və yaxud da sifətli göylər, göy rəng də ola bilər və isim də ola bilər, ona görə biri götürək.
Biri götürürsə, hələ ki, Y variantını çıxdaş eləyək. Sinonimi baş vurmaq olan frazeoloji birləşmə işləri. Sinonimi baş vurmaq. Baxaq. Baş çəkmək, baş vurmaq. Bəli, biri və ikini götürək. İki düzdür. Ona görə də A ilə B də geçsin. Fərqləndirilmiş söz tək mənalıdır. Baxaq sözə. Titrəyir. Titrəmək. Buruq titrəyir, tək mənalı yox, çox mənalıdır. Deməli, 3-ü də götürmürük. Onsuz da 3 variantımız da yox idi. Yanlışdır. İsimli amonim olan sözlər işlənib. Hə, göy sözü burada göylərə baş çəkmək elə burada isimdir də. İsimdən amonim yox. Yəni, başqa nitq səsindən amonim olmalıydı. Deməli, cavab 1, 2, bir də 4 də var. C variantı. Növbəti sualımız. 8-ci sual. Hansı sözlər bir-biri ilə sinonim deyil? Amal, məqsəd sinonimdir. Toxunmaq, sürtüşmək sinonimdir. Axtarmaq, gəzmək sinonimdir. Körpə, uşaq sinonim deyil. Niyə? Ona görə ki, körpə sifətdir, uşaq isimdir. Sinonim olması üçün eyni nitq səsi olmalıdır. Ona görə cavabımız D variantı oldu. 9-cu sual. Cədvələ uyğun doğru fikirləri müəyyən edin. Vətəndaş sözünün şəkilçisi tala sözünün özü amonimdir. Daş şəkilçisi düzdür, amonimdir. Talamaq sözü, tala mənası amonimdir. Bu doğrudur, amma burada yanlış yazıb, ona görə də biz onu götürə bilmərik. Birlərimiz getdi. Bir olan variantları çıxaq. Baş sözünün özü amonim sayılsa da əyan sözü amonim sayılmır. Baş sözü çox mənalıdır. Ona görə də ikini də götürmürük. Kök, az, qır, dad sözləri müxtəlif şam, bar, bənd sözləri eyni nitq səsinə aid amonimlərdir. Bəli, bu doğru cavabdır. Ona görə hər iki halda onsuz da üçümüz var, götürəcəyik. 4-ə baxaq. Madam sözünün həm leksik, həm qrammatik mənası dəyişər. Madam sözü, leksik mənası, qrammatik köməkli nitqsələrində, əgər madam ki götürsək, onların axı leksik mənası yoxdur. Ona görə də bu səhvdir. Cana gəlmək amonim frazeoloji birləşmə sayılır. Bəli, cana gəlmək həm bezmək mənasındadır, həm də həvəsə gəlmək, cana gəlmək, yaxşılaşmaq, kökəlmək, bu kimi suallarda cana gəlmək götürürük amonimi, bəli. Deməli, cavabımız olacaq 3 və 5 və sonuncu qrammatika suallarında 10-cu sual. Verilən xüsusiyyətlərə uyğun sözü müəyyən edin. Kökü amonimliyə malikdir. Kökü düz də var, yaz da var, sıx da var, qır da var. Feildən düzəlmiş sözdür. Feildən düzəlmişdirsə, düzəlmə düzgündür burada. Sıxlaş götürə biləcəyik. Qurut, düzdür. Hələ ki, yazışı deyişi arasında bir dənə fərqli məqam var. Baxaq, qurutmaq yazdırıldı. Bu da yazdır feildən düzəlmiş sözü. Bu da düzüydü. Yazdırıldı dəyişmir. Qırıcı sözü dəyişmir. Qurutmaq bir dənə fərqli məqam var. Sıxlaşdırmaq bir dənə fərqli məqam var. İndi ikisinin arasında qalan da sıx sözünün amonimliyi var. Qurmaq, qurutmaq. Feildən düzəlmişdir. Çalışdıracağız bir dənə fərqli məqam var. Deməli, bu da çıxdı aradan. Qalır burada düzgün variant. Bütün xüsusiyyətləri uyğun olan söz sıxlaşdırmaq sözüdür, D variantı. Bu qədər.